Allah'ım adı. Ya Allah. Torpağımız maşallah bereketlidir, bereketlidir. Aha. Buna bak, peynirli torpaq qapqara. Dostlar, ləzzət edir da. Elə siz də qaranlıq düşürsünüz. Gəlin işıq Olsun. Ya Allah, değerli dostlar, değerli izləyicilər. Gecə qara, cicə qara. Gəlmişik biz ara Binə qəsəbəsində. Gözəl bir həyat evimizin çəkilişinə. Dostlar, bu gördüyünüz mavişin ev təcil olarak satılır. Açıq xanım, sən bu tərəfə keçək. Bu tərəfdən, bu tərəf işıq görsənəcək. Bəli. Bir baxın, görürsünüz. Əhkin, pisi. Balaca bir dənə burada yerdir, balaca da dərdə, qəşəng yerdir. 3 dənə heyvan, 2 dənə ərik, zeytun, vişnə, gilas, nə ağac desəz, hamısından var. Plus, tut, ondan sonra, nədir o, əncil. Hər şey var da dostlar. Burada da bir dənə əlavə bağ yeridir, qəşəng qara torpaq veriblər, kombisi var. Evin 4 tərəfi qoşadaşdı. Ona bir söz demirəm. Orta pereqorotkası da qoşadaşdı. Qiyməti neçəyə ekranda görürsünüz? 52.000. 52.000. Dostlar, məncə bu şansı variantı qaçırtmayın. Kanalımızı like eləyək, bəyənək, abunə olaraq, zil düyməsinə toxunaraq. Açaq ki bildirişi. Niyə? Hər gün harda oluruq biz Aysu xanım? Hər gün həm canlıda oluruq, həm də yeni təqdimatlarda oluruq ki, paylaşımlardan, bildirişlərdən xəbərdar olsunlar. Bəli, Aysu xanımla birlikdə hər gün canlı yayımda oluruq. Sizlər üçün ətraflı videolar paylaşırıq. Evimiz yerdən 1, 2, 3, 4, 5 daş hündürlükdə. Və həyət də qaldırılıb. 2 daş da qaldırılıbdır. Bəli. 7 daş eləyir. Ətraf yaşayışdır. Deməli, 334 nömrəli məktəbin düz ön tərəfində. 334 nömrəli məktəbə buradan uşağı bırak əlindən, girsin məktəbə çıxsın da. Bax, beləcənə bir evdə. Gəlin evimizin içinə keçək. Buyurun. Pişik də girdi içəriyə. Bu yaxdan oraya girməyə gözləyir. Yəni onu cizəllərdi bu. Dostlar, gəlin bura. Evimizin qazı, işığı, suyu, hər şəraiti var. Plus, evdən demək olar, heç nə demək olar götürmür dostlar. Siz bunu götürsəydiniz mən? Verin mənə Ayşə xanım, verin mənə. Baxın, görün nə əziyyətlər çəkirik. Nə əziyyətlər çəkirik. Gecənin qaranlığında. Bəli. İşləmək lazımdır. Hə, nətər deyərlər? İşləməliyik. İşləməliyik. Şekagnarotka. Öz qüvvəmizlə. Şekagnarotka. Karotka, narodka. Nəysə də elə ondan. Dostlar, evimizin mətbəx meyvəliyi Çox səliqəli. qalır. Xanımlar, bizə nə lazımdır? Bizə bizdən başqa evin içində kimsə lazımdır mətbəxdə? Yox. Əlbəttə ki, yox. Elə bir mətbəxdir ki, gələn olduğu bir dənə belə atırsan, qaçır yan o tərəfə. Vurursan gedir. Girmə məndən bu tərəfə. Girməz! Belə eləsəm şey qutardı getdi. Yəni bura səndən başqa heç kim girməyəcək. Gəlin indi bax, bura pəncərəsi var. İşıqlandırılma üçün mətbəxdə gözəl bir şeydir. Yəni çox səliqəlidir. Gecə qaranlığında çəkilişlər edirik sizə. Kombiləri, radiatorları var. Ev inanmırdınız mən. Bir dənə Ayşə xanım, oradan belə məni çək. Qoşa daş. 4 tərəfi də qoşa daşdır. Ortası da. Gəlin görün bura nədir? Bura nədir? Tapın görün dostlar. Bax, hündür tavan, geniş otaq, 6'nın 6 yadı, 7'nin 6 yadı nədir? Nədir bura? Tapın. Təbii ki, zala oxşayır, amma yataq otağıdır. Baxın. Hər adama bunu emirəm. Sizə deyim. Açmayın istəyirsiniz, Röşən bəy. Yox, Qapıyı zaten qoydular. pəncərəsini göstərmək istəyirəm izləyicilərimizə. Yəni pəncərəsi də həyətinə baxır. Məncə o zalı bura gətirmək olar. O zal da O zalı bura gətirmək olar. Zal da genişdir. Çünki orada genişdir, böyükdür, diskomfortludur, qoşadaşdır, ortaları hamısı qoşadaşdır. Bu da böyükdür dostlar. Eyni otaq ölçüsüdür onunla bura. Eyni ölçüdür. Məncə zal orada olsa daha yaxşı olur. Niyə? Pəncərədən gələn həyatı adamları görməkdən yana. Ay sağ ol. Dalana girməyəsən, bildirinizə. bəli. Yəni o için bu zalı oyana. Bir daha burada ne var? Buradan götürüp alsam oraya oldu zal oraya. Vəssalam. Görün burada ne var be? Açılmır ki. Maşallah senin evin de pəncərə yeri böyükdür ha. Fikir verirsən. Bura
Burada arkasında da yeri var. Dostlar arkasında da yeri var. Dəmir reşotkalarla reşotkalanıbdı. Pollar hamısı qəşəng sərgəlidir. Bura ucu alçıpandır. Ora apşıpqadır, bura alçıpandır. Yəni onu da deyim biləsiniz. Tavanlar da hündürdür ya, çox hündürdür. Çox hündürdür, yox, tavana söz yox. Apşıpqa vurulsa belə, apşıpqa həmişə evi qaranlıq göstərir. Burada tavan hündürdür deyə işıqlı görsənir. Burada evin uşaq otağıdır. Bəli. Və 3 dənə də balaca balamız var. Hə, inandırın mən elə bir məni burada yuxu tutdu. Ya yorulmuşam, yuxu tutur nədir? Yorulmuş yəqin ki. İstəyirəm elə yıxılam. Yatam. Dostlar, qəşəng evdir. Allah hər kəsin xeyrini versin. Məncə bu qiymət 52 minə nə verirlər? Kitay maşını, çanqan. Sancaq boşağı da böyük dostlar. Bu nə qədər yaşlıqdır. Bax, yerin istipoluna qədər var. Deyir istəsə kafir metlağı özüm vuraram. Kafir metlağı da istəsə özüm də vuraram. İstəsə deyir özü də vursun. Öz zövqünə uyğun. Nə tər ürəksizdir elə eləyir. Poложено siqnallarda hər şeyə deyir gedirəm da. Liş bir real alıcı olsun. Bax gör nə deyirəm. Buna nə deyirlər? Buna deyirlər çisti satıcı. Nə istəyir bu adam? Çisti alıcı. Onun üçün də nə etmək lazımdır? Çisti danışmaq lazımdır. Gəlin inşallah bu evi əldən qaçırtmayaq. Ayşə xanım da sizlərə sözü var nəsə belə bir dolu baxırdı. Değerli izleyicilerimiz həqiqətən saat düzləndən çıxmışıq, beyin yorğunluğu var. Və yenə də buna baxmayaraq evinizdə rahat oturub ətraflı şəkildə izləyə bilərsiniz deyə baxın belə çəkilişlər edirik. Tam ayağınıza gətirdik. Bəyənin, abunə olun və fürsəti qaçırmayın. 52.000 manata fürsətdə. Məncə də vallah. Hə. Allah hər kəsin xeyrini versin dostlar. Çiftə qalıb. Kanalı bəyənin, abunə olmağı da unutmayın. Bəli.